Bu dəfə kino dünyasının ən praktik rejissorlarından sayılan Christopher Nolan'dan danışacağam. Filmlərində real effektlərə üstünlük verən Nolan'ın əla prinsipi var. Kompüter qrafikasından, yəni CG-dən ancaq zərurət yarandıqda istifadə edir. Çünki onun fikrincə, tamamilə kompüterdə yaradılan səhnələr çox vaxt animasiya kimi görünür və inandırıcılığını itirir. Nolan görüntünün daha keyfiyyətli və təsirli alınması üçün IMAX kameraları və böyük ölçülü lentlərdən istifadə edir. Aktyorların təbii oyununu çətinləşdirən green screen, yəni yaşıl ekran texnologiyasından isə bacardığı qədər uzaq qaçır. Əvəzində isə arxa və ön proyeksiya texnikalarına üstünlük verir. Məsələn, Interstellar filmində kosmos səhnələri böyük ekranlarda göstərilərək çəkilib. Bu üsul aktyorların daha təbii reaksiya verməsinə və işıq oyunlarının daha real görünməsinə imkan yaradıb. Təbii ki, bu o demək deyil ki, Nolan kompüter qrafikasından tamamilə imtina edir. Əksinə, o tanınmış VFX mütəxəssisləri Paul Franklin və Andrew Jackson ilə yaxından işləyir. Nolan tamaşaçısını effektlə aldatmaq yox, görüntünü daha real və təsirli etmək istəyir. Bundan əlavə, heç bir film məktəbinə getməyən Nolan hər səhnəni şəxsən özü çəkir və ikinci rejissor heyəti ilə işləməkdən imtina edir. Onun fikrincə rejissor olmaq hər qərarı özün vermək və çəkiliş meydançasında daimi iştirak etməkdir.